أعوذ بالله من الشيطان الرجيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين بائس الأنبياء والمرسلين ثم الصلاة والسلام على خير خلقه محمد بن عبد الله. اللهم صل على محمد وآل محمد وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين. قال الحكيم في كتابه الكريم: بسم الله الرحمن الرحيم. لن ينال الله لحومها ولا دماؤها ولكن يناله التقوى منكم. آمنا بالله. صدق الله العلي العظيم. Aziz değerli mümin mümineler, güzel insanlar, müqəddəs Qurban bayramınız ve müqəddəs cümə gününüz mübarək olsun inşallah. Allah'tan sizlere uzun ömür, can sağlığı arzulayıram. Allah qismət eyləsin inşallah gələn il bu güzel bayramları Məkkə şəhərində, Mina çölündə bizlere inşallah nəsib eləsin. Ve bu niyetimiz hasıl olsun. Hazreti Hanım Zəhra məqamına güzel bir salavat ihsan edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah Kur'an-ı Kerim'de Rabbimiz buyurur لَنْ يَنَالَ اللّٰهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ. Allah asla insanlardan ne kurbanın etin ne de kurban kestiği halde kanları istemez. Sizden istediğim yalnız takvadır. İmam-ı Zeynul Abidin aleyhisselam'dandır rivayet-i şerif ve İmam-ı Cafer-i Sadık aleyhisselam'dan da var. Abdullah Kufil Əsədi rivayeti nəql eləyir kimdən? Ən Həmzə, ən Əbi Bəsir, ən Əbi Abdullah. İmam-ı Cafer-i Sadık aleyhisselam'dan deyir, soruşdum. Dedim, yəbnə Resulullah, ma illətül ədhiyyə, qurban kəsməkliyin illət və səbəbi nədir? Yəni, niyə Allah bunu müsəlmanlara vacib eləyib o müqəddəs yerdə? İmam-ı Cafer-i Sadık aleyhisselam buyurur: İnnehu yəğfər li sahibiha ində əvvəlil qətrə tuqtar min dəmuha iləl arz. Bir malı, dəvəni fərq eləməz, qoyunu kəsən zaman ondan iç qan ki, yerə ki töküldü, Allah deyir, neynirəm? Ona xatir günahlarını bağışlayaram. Qan özü özündə nəcisdir. 11 dənə fiqdə nəcasətimiz var, biri də qandır. Heyvan boğazından gələn atısı qan nədir? Nəcisdir. Ona baxmayaraq ki, Allah ona qiymət verib. Onun özünə görə. Onun özünün izahı var, hökmü var, bu ayrı fikri bəhsdir. Amma onun özünün də Allah yanında nəyi var? Qədir qiyməti var. Niyə? Çünki Allahın adı çəkiləndə, Allahın adı zikr olunanda hər bir şey olur nə? Müqəddəs, olur pak, şərti ilə, şurutları ilə. İmam-ı Cafer-i Sadık ağadan ki soruşdular ki illətül əzhiyə, qurban kəsməyin illət və səbəbi nədir? İmam aleyhisselam, İmam-ı Sadık ağa deyir ki innehu yuğfər li sahibiha ində əvvəlil qətrəti dəm min dəmihə iləl arz. O qoyundan ki, o qurbandan ki, qan ki yerə tökülən kimi Allah o sahibinin günahlarını bağışlayacaq. O qədər təkid olunmuş bir əməldir. Bilirsiniz ki, Həzrəti Əliyyəm Əmirəl-Müminin tarix deyir ki, il boyu ət yeməzdi. Rəhbər belə olar. İnsanların rəhbəri belə olar. Müsəlmanların rəhbəri belə olar. Və belə də olmalıdır.
Ağa Əmirəl-Möminin tarix deyir, il boyu ət yeməzdi. Amma elə ki, Qurban bayramı gələndə bitki ətdən gətirərdilər, ağa yeyərdi. Və hətta eşitmişəm böyüklərimizdən, oxumuşuq kitablarda da sual edildi, ya Əbəl Həsən, bu günləri yeməyin xüsusi bir hikməti var. Ağa deyərdi ki, bu günləri bütün müsəlmanlar ət yeyir. Mən də bu ətdən bitkə dadıram. Amma digəri günlərdə görsən biri yiyir, digəri isə yiyə bilmir. Görsən nə qədər müsəlman ölkələri var, əziyyət çəkirlər, acdılar, susuzdular, yemək istəyirlər. Kaş bütün müsəlmanlar bir olaydılar, onlara yardım eləyəydilər. Bilirsiniz də, bilirsiniz, çətindir. Adam danışanda da öz payıma deyirəm, xəcalət çəkirəm. Bitkə yemək yiyəndə də adam xəcalət çəkir. Belədir. Əlimizdən gələni Allah qəbulü müstəcab eləsin. Nə eləyə bilərik? Məndən də olsa deyərəm ki, hər şey əla olsun. Amma hər şey mənim istədiyimdən olmur ki. Ona görə rivayət deyir ki, وَلِيَعْلَمُ اللّٰهَ تَعَالَى مَنْ يَتَّقِيهِ بِالْغَيْبَ Allah bilmək istəyir ki, bu işdə kim təqvalıdır? Sonra İmam-ı Cəfər-i Sadiq əleyhissalam Həc surəsində olan 37-ci ayəsini bu rivayətdən sonra nə elədi? İnsanlar üçün oxudu, səhabələri üçün oxudu. Həmən səhabə də nəql edir bizə. İmam-ı Sadiq ağa bu ayəni dedi. Lən yənaləllahu luhuməhə və la dimauha. Sizə Allahın nə əti, luhumuha və la dimauha. Nə əti, nə də ki qanı lazım deyil. Yalnız Allah sizdən nə istəyir? Lakin yalaluhu təqva. Allahın istədiyi sizdə burada nədir? Təqvadır. Təqvadır. Çünki hər bir şey təqva ilə başlayır və hər bir şey də o ilə də bitəcək. Sonra deyir ki, bu günlərdə Allahı yad eləyin, liktukabbirallah ala ma hadakum, sizi hidayət etdiyinizə görə Allah həmd sənə deyin. Sonra nə deyir? Və bəşşiril muhsinin, ihsan edənləri, yaxşı iş görənləri, xidmət edənləri, insanların, xalqın, millətin xeyrindən ötürü çalışanları Allah nə edəcək? Mükafatlandıracaq. Şərti nədir? Təqvadır, şəkdir, təqvadır. Başqa bir ayədə nə deyir Rəbbimiz? Bəqərə surəsindədir yenə ayə-i mübarək. Allah deyir, ya eyyuhəl-ləzīnə əhmənu, ey iman gətirənlər, ənfiqu minət-təyyibati ma kəsəbtum. Ənfiqu, nəfəqə verin. Gözəl halda nəfəqə verin. Minət-təyyib. Qazanırsınız, qazancınızın ən gözəlindən Allah yolunda. Görürsən, qurban ayıdır, orucluq ayıdır. Bizləri öyrədir ki, həmrəng olmaq, bahəm olmaq, bir olmaq. Bu çox önəmli məsələlərdir. Nəfəqənin ən gözəlini Allah yerində verin. Allah yolunda xərcləyin. Allah Teala hər bir şeyə qadir olan Allahdır. Baxın. Bu qurban məsələsi Həzrəti İbrahim Peyğəmbərin sünnəti ilahidir. Digər Peyğəmbərlərin də mənhəcləri olub, qayda qanunları olub dövr zamana görə. Amma Allah Həzrəti İbrahim Peyğəmbəri imtihan eləyir. Bilirsiniz ki, İbrahim Peyğəmbər əzəmətli Peyğəmbərlərdən biridir. Allah ona Qur'an-ı Kərimdə 5 dənə məqam əta edib. O məqamlardan sonuncusu neydi? İmamətli məqam. Nübüvvət vermişdi ona, onu Peyğəmbər seçmişdi. Peyğəmbər seçəndən sonra onu ki, müxtəlif imtihanlarla keçirdi. O imtihanlardan biri də sonuncu bu imtihandır. Bu imtihan idi. Övlad imtihanından da sağ-salamatlıqla keçdiyinə görə Allah Bəqərə surəsinin 124-cü ayəsində deyir, İnni cailuka linnas imama. Bundan sonra sən xalqa imam ola bilərsən. İmam ola bilərsən. Axırıncı imtihanı övlad idi. Həzrəti İsmail idi. Üzü ağ çıxdı. Allah bizi də
bu dünyada imtihanlardan üzü ağ çıxmışlardan qərar versin inşallah. Bunu bizə İmam Hüseyin əleyhissalam öyrədir. Bunu bizə Əhl-i Beyt əleyhissalam öyrədir. Həzrəti İbrahim Peyğəmbərin fədakarlığına baxın. O neçə fədakarlığı olub, biri də budur, övlad. Bugünkü günün mövzusu bu olduğuna görə buna işarə edirəm. Səffat surəsində Allah deyir, وَقَالِ İbrahim Peyğəmbər dilindən وَقَالَ اِنِّ الزَّاهِبٍ اِلَى رَبِّ سَيَهْدِينِ İnni həqiqətən mən Allah tərəfə qaçıram. Allah tərəfə istiqamət götürmüşəm. Bütün diqqətimi Allaha yönətmişəm. İnni zahibun. Zahibun zəhəbədir. Yəni zəhəbə getdi. Zahibun şiddətli formasıdır. Mən Rəbbimə tərəf qaçıram, gedirəm. Rabbi səyahdini. Məni yalnız Allah hidayət eləyəcək. Mənə yalnız Allah kömək olacaq. Allah kömək olacaq. Sonra deyir ki, Rabbi, elə ki bir məqam bir vaxta yetişdi, deyir, Rabbi həbli minəs salihin. İlahi, mənə salih övlad ver. İnsan ailə, burada ayələrdə diqqətlər var, istəyirəm onları çatdırın bugünkü gündə. Biz övlad istəyəndə özümü deyirəm, Allah mənə elmli övlad ver. Yox, lazım deyil. O salih övladın içində elm də var, əxlaq da var, kamillik də var. Sənin maddiyyat istəyirsən var, mənəviyyat istəyirsən var. Quran bizə düstur verir. Rabbi həbli, İlahi mənə hədiyyə elə, nəyi? Salih övlad. Demədi qız uşağı, demədi oğlan uşağı. Ona görə Allahdan bir şey istəyəndə də gərək insan gözəl istəsin, yaxşı istəsin. O salih övladın içində, islah olunmuşun içində hər bir şey var. İlahi mənə salih övlad verginən, mənim övladım salih olsun. فَبَشَّرْنَاهُ بِقُلَامٍ حَلِيمٍ Allah deyir ki, öz lütfümdən ona bir həlim, ona bir oğul uşağı verdim. Həlim yəni gözəl xasiyyət. Həlim yəni gözəllik, bütün xoş xasiyyət İbrahimdə idi, onun övladı Həzrəti İsmaildən idi. Bizim Peyğəmbərin nəsli Həzrəti İsmaildəndir. Bütün gözəlliklərini Allah Peyğəmbər, Ali Peyğəmbərdə cəm edib, mənim əzizlərim. Allah ona İbrahimin əta elədi. Əta edəndən sonra fələmmə bələqə məəhu səya. Elə ki gəldi, uşaq növcavan oldu, yetkinlik çağına çatdı, gözəl bir vaxta gəlib yetişdi. Qalə ya buney, ey mənim oğlum, inni ərə fi mənam. Mən yuxuda gördüm ki, oğlum, həqiqətən yuxuda gördüm ki, səni qurban kəsirəm, səni qurban verirəm. Bilirsiniz ki, vəhyin 4 dənə əsas yolu var, 4 cürə bizdə vəhy var. Birisi nədir? Yuxu vasitəsilədir. Peyğəmbərlərin gördüyü yuxular nə olar? Vəhy olaraq qanundur. Mənim üçün hüccət ol deyil. İndi özümə bir işarədir, dəlildir, o başqa. Səninlə Allah arasında əməllərdən asılıdır. Yəni dəlil deyil də, mən görmüşəm ki, sabah zəlzələ olacaq, bu dəlil deyil. Buna lazımdır xalqı inandırasın. Aydın onun üçün, inanmasalar da haqq sahibi. Amma Peyğəmbər ki, misal belə, bu cür yuxular gördü, artıq bu nədir? Dəlildir, hüccətdir. Həzrəti İbrahim, Allah yuxuda göstərdi ki, yəni öz sənin oğlunu qurban kəsirsən, öz oğlumu qurban kəsirəm. Allah icazə verdi də bunu. Elə ki, bu yuxunu oğluna deyəndən sonra fənzur madə təra. Ey oğlum, buna necə baxırsan? Buna necə baxırsan? Madə təra. Qalə ya əbəti, İsmail Peyğəmbərin cavabına bax. Ya əbəti ifəl ma tu'mər. Necə sənə əmr olunubsa, o cürdə elə ginən. Uşağın nocavaba, uşaq ki salih oldu, Allahın bütün əməllərdən təslim olacaq.
Ona görə övladlarımızı, gənclərimizi salih böyütməliyik. Dinin dəyərlərini onlara aşılamalıyıq, başa salmalıyıq. İmamlarımızın yolunu onlara öğretməliyik. Kur'an'ın yolunu onlara öğretməliyik. Bu hamımızın, bütün insanların buna bir haqqdır. İf'əl ma tu'mar. Necə sənə əmr olunubsa, o cür də riayət eylə. Sətəciduni inşaallahu minəs-sabirin. Sən məni səbr edənlərdən görəcəksən. Sən məni səbr edənlərdən görəcəksən. Amma İmam Hüseyin əleyhissalam, baxın, nə gözəl sözdür. İmam Hüseyin əleyhissalam Allahla münacatında nə deyir? Dua ərəfəsinə baxın. İlahi, hər nədə sənin eşqindən keçirəm. O qədər sənə aşiqəm ki, o qədər sənə aşiqəm. Əli Əkbəri, Əli Əsqəri, Rüqəyyəmi, Qasımimi, Əbbasimi, balalarımı nə qədər çox istəsəm belə, sənin sevgün fovqda dayanır. Hər nəyi sənə görə keçirəm. Keçirəm. Həzrəti İsmail də deyir, ilahi, mənim atam, sən məni inşallah səbr edənlərdən görəcəksən. Yəni, Həzrəti Peyğəmbərlərimizin gördüyü yuxular nədir? Hüccət sayılır. Məsələn, mənim əzizim, Həzrəti Yusuf Peyğəmbərin yuxusu. Yuxuda nə gördü? Gördü ki, 11 nəfər, ay və ulduz, günəş mənə nə edirlər? Səcdə edirlər. Peyğəmbərin yuxusu nə oldu? Vaxt gəldi, həyata keçdi. Ata, ana və qardaşları Həzrəti Yusufun qarşısında nə elədilər? Təzim, ehtiramən səcdə elə. Yəni onun ruhunun qarşısında səcdə elədilər, təzim elədilər. Və digər Peyğəmbərlərin başına gələn yuxular şəriətimizdə nə olur? Hüccət olub, əzizlərim. Bunu deyəndən sonra Həzrəti İsmail Peyğəmbər ki, bunu qəbul etdi, fələmmə əsləma, ikisi də Allahın bu qanununa təslim oldular, biraz da izhar elədilər. وَتَلَّهُ لِلْجَبِينَ İbrahim Peyğəmbər oğlu İsmail'i götürdü, gətirdi hara? Minaya, qurbangaha. Gətirdi Mina çölünə, qurbangaha. وَنَادَيْنَاهُ اَنْ يَا İbrahim. Biz İbrahim'e nida etdik. Yəni İbrahim'i çağırdık. Ey İbrahim, قَدْ سَدَّقْتَ رُؤْيَاكَ. Sən imtihandan keçdin. Mən bura qədər istəyirdim. Hətta tarix deyir ki, böyüklər də bilirlər, İbrahim Peyğəmbər İsmail'i uzatdı qibləyə. Əlindəki olan o bıçaqla da uzatdı ona. Deyir, bir neçə dəfə bu hal təkrarlandı. Bıçaq kəsmədi. Bu tarixi bilməm. Amma Quran ayəsini deyirəm burada. Quran ayəsini deyirəm. Quran ayəsi nə idi? Gəldi. وَتَلَّهُ لِلْجَبِينَ Onu üzü qibləyə uzatdı. Üzü uzadıb da deməli o şərtlərə əməl olunmalıdır. Orada əmr olunur ki, bıçağa deyir, kəs, bıçaq deyir, kəsmə. İbrahim deyir, narahat oldu, bıçağı vurdu, daşı iki yerə böldü. Niyə kəsmirsən sən? Deyir, Xəlil yəmur onu, Xəlil deyir, kəs, Cəlil deyir, kəsmə. Həmən o Allah ki, İbrahimi oda atdılar Nəmrud vasitəsilə, böyük bir mancanaq düzətdi, böyük bir od qalatdırdı, mancanaqla İbrahimi addı odun içinə, hər yer yanırdı. Rivayət nə deyir? İbrahim Peyğəmbərə Allah odun içində salamət saxladı. Ayə belədir. Qul ya nari kuni bərdən və salamən ala İbrahim. Od yansın və İbrahimi salamət saxla. İbrahim cənnətin içindeydi. Amma Kərbəlada Əbu Abdillah aleyhissalam odların içindeydi. Odların içindeydi. Xeymegahı yanırdı. Balaların qaldığı xeymələri yandırdılar. İbrahimlə İsmail'in, Hazreti İmam Hüseyin'in fərqlərindən biri də budur. Allah İbrahim'in oturduğu yeri cənnətə çevirdi. Amma Kərbəlada Hüseyin'in Kərbəlası od idi, bütün alov idi, atların altında 20'ye yaxın orada uşaq vardı, çoxu şəhid oldu.
Bir ikisi qaldı onlardan, heç bəlkə də qalmayıb. Hamısı şəhid oldu, atların ayağının altında qaldılar. Fərqlərdən biri də budur. Bu başqa imtihandır. Bu başqa imtihan idi. Allah istədi İmam Hüseyni belə görsün. Yazid də İmam Hüseyni Allah imtihan elədi, imtihandan çıxmadı. İbn-i Ziyad çıxa bilmədi. Amma Hurr ibn Yazid çıxdı, imtihandan çıxdı. Bugünkü gündə də Allah bizi İmam-ı Zamanla imtihan edir. Gör, nə qədər İmam-ı Zamana aşıqsən, nə qədər İmam-ı Zamana dəyər verirsən, nə qədər Allah bizi bugünkü gündə fəqihlərlə imtihan edir. Görürsən, dünənki namaz qılandı, fəqihə işqal edir, fəqihə deyir, düz demir, müştəhidi Allah belə, nəuzubillah, məsxərə eləyirlər. Belə bir şərait qurublar ki, fəqihləri məsxərə eləyirlər indiki cəmiyyət. Fəqihi məsxərə eləmək, İmam-ı Zamanı məsxərə eləməkdir, Peyğəmbəri məsxərə eləmək. Yasin surəsində Allah danışıb, uzatmayayım, işarə elədim. Elə ki, Həzrəti İbrahim ki, oğlu İsmaili uzatdı qibləyə və təlləhu lil-cəbin. Sonra Allah deyir, və nadeynah, biz onu nida çağırdık. Ən ya İbrahim, dedik, ey İbrahim, qəd səddəqdə rüya. Həqiqətən sənin gördüyün yuxu həyata keçdi. Keçdin sən özü imtihanla. İnna kəzalikə nəzzil muhsinin. Şübhəsiz biz xeyrixah insanları, yaxşı iş görən insanları mükafatlandırarıq. İbrahimin bu imtihanından sonra, 100 il imtihanından sonra, axırıncı imtihanı buydu. Ona görə Allah nə elədi? Onu imam seçdi, imam seçdi. Zilhiccə, bugün Zilhiccənin 10'udur, 8 gündən sonra Qədirxum hadisəsi gəlir. İslamın talihi, bəşəriyyətin talihi mövzusu gəlir. 120.000 insan, 4-10 nəfərdə, belə deyim, birə çox deyirəm rəqəm, birə çox deyirəm. 10 nəfərdən başqa bu imtihandan çıxa bilmədi. Çıxa bilmədilər, həlak oldular, məhv oldular. Bir dənə Peyğəmbər dedi, məndən sonra mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. 3 dənə ayə gəldi. İndi onu yazırlar, ora, bura, nə bilim Mevla bu deməkdir, bu deməkdir, bu yoz. Yəni 4 nəfər. Azı 4 nəfər, çoxu 7 nəfər, mən 3 də qoyuram üstünə 10 nəfər. Ev yox, 10 nəfər. İmtihandan çıxa bilmədilər. Vəzifəyə görə, işə görə. Allah sizə bərəkət versin. Allah sizə bərəkət versin. Allah bizə bərəkət versin. Vallahi. İlahi, bu neyməti əlimizdə. Hər nəyi alsan bunu alma. Mən özümü deyirəm. Hər nəyi alsan vilayəti bizdən alma yine. İlahi pərverdigar. Sonra deyir, gör nə deyir? İnna hadə ləhu və bəlaun mubin. Həqiqətən bu mənim tərəfimdən sənin üçün bir sınaq idi. Bəla sınaqdır. Bəla sınaqdır. Bu mənim tərəfimdən ləhu vəl bəlaun mubin. Açıq aşkar sənin üçün bir sınaq idi. Sən bu sınaqdan keçdin ya İbrahim. Burada tövsiyələr var, işimində yox. Keçəndən sonra gör nə deyir Allah? Və fədəynəhu bizibhin əzim. Ey İbrahim, biz İsmaili əzəmətli bir qurbanla əvəz elədik. Burada gəlib çıxır Kərbəlaya. Bizibhin əzimdə məqsəd İmam Hüseyndir. Əbu Abdillah aleyhissalamdır. Çünki İmam Peyğəmbər nə deyir? Mən 2 qurbanın oğluyam. Biri Həzrəti İsmail, biri də atası. Onun atasına görə də 100 dənə dəvə kəsilib. 2 qurbanın oğluyam. Bizibhin əzim. Baxın, biri İsmaildir qurban, biri də onun müqabilində qoç, heyvan, dəvə, nə deyirsən de. Şəriətin icazə verdiyi heyvanlar. Allah İsmailin müqabilində, sizə and verəm, ağıl sahiblərisiz. İsmailin müqabilində əzəmət qoça deyər. Hə? Yox, olmaz. Qoçdan nə əzəmət? Allahın heyvanıdır da. Əzəmət sözü insana aiddir. İnsanın müqabilində deyilən sözdür.
Bu söz insana aiddir. Allah deyir ki, ey mənim İbrahimim və fədəynahu, biz onu böyük bir fədakarlıq, əzəmətli bir qurbandan əvəz elədik. Peyğəmbər əleyhissalam nə deyir? Mən Hüseyndənəm, Hüseyn də məndəndir. Bu ayənin izahıdır. Hüseyn məndəndir, yəni mənim nəvəmdir. Düzdür? Yaxşı, mən Hüseyndənəm nə deməkdir? Allah Həzrəti İsmail Peyğəmbəri əvəz elədi. İsmail qaldı, İmam Hüseyn fəda getdi. Özü İmam Hüseynin fədası ilə, İsmailin fədası ilə yerlə göy qədər fərq var. Aləm sənə qurban olsun ya Hüseyn. Heyf. Heyf. Ümmət Hüseyni tanımadı. Ya Hüseyin, kimsən kimi öz xanımanın, Allah razını rəhmət eləsin, kimsənin tək haqq yolunda başı canından keçər. Biz onu əzəmətli bir qurbanla əvəz elədik. وَتَرَكْنَا عَلَيْهِمْ فِي الْآخَرِينَ. Onu nəsillər arasında məqam sahibi verdik. Məqam sahibi verdik. Sonra Allah deyir ki, salamun ala İbrahim. İbrahimə salam olsun. Kəzalikə nəzzil muhsinin. Biz ihsan edənləri, yaxşı iş görənləri mükafatlandırarıq. İnnehu min ibadinəl müminin. Onlar bizim imanlı, mümin bəndələrimіздəndir. Kimlər? Yəni Həzrəti İbrahim, İsmail, onlara tabi olanlar, o xətlə gedənlər Allahın mümin bəndələridir. Sonra deyir, وَبَشَّرْنَاهُ بِإِسْحَاقٍ نَبِيًّا مِنَ الصَّالِحِ. Biz ona salih bir, İshaq adında salih bir Peyğəmbər oğul da əta elədik. Kimə? Həzrəti İbrahimə. İsmaildən sonra İshaq. İshaq Peyğəmbər verdik ona və ondan sonra da nəsillər nə elədik? Davam elədi, əzizlər. Baxın, fədakarlığın müqabilində İsmail Peyğəmbər bundan imtina da eləyə bilərdi. Anası da maniyə yarada bilərdi. İbrahimə Allah əmr elədi, get əhli əyalım. Neçə ildən sonra, 100 ildən sonra ona evlad verir. Uşaq təzə dünyaya gəlib, Allah Quranda İbrahim surəsində digər ayələrdə danışır. Deyir, öz əhli əyalımı götür, bir ardın qeyrizi vad. Elə bir yerə apar gələn ki, orada nə daş var, nə hava var, nə su var, nə ağac var. Gətirdi onu Məkkənin çöllərində Hacərlə İsmaili qoydu orada. Hacərə dedi ki, Hacər dedi, hara getsən? Dedi, mən gedirəm. Dedi, bəs bizi kimə tapşırdın? Dedi, Allaha tapşırırım. Allaha tapşırırım, kifayətdir. Allaha tapşırdım, baş üstü. İbrahim Peyğəmbər getdi, Həzrəti Hacər xanımla İsmail qalıb burada. Heç nə yox, heç nə, nə hava deyil. Həzrəti Hacər susuzluq baş verdi. Su yox, burada su olar. Həzrəti Hacər nə elədi? Səfa ilə Mərvanı 7 dəfə fot elədi. Kim üçün? Peyğəmbər üçün. 7 Səfada Mərva, Mərva Səfa 7 dəfə gələndən sonra su tapa bilmədi. Gəldi, gördü Allah İsmailin ayaqların altından bir dənə çeşmə, zəmzəm quyusunu, bugünkü günə qədər su kəsilmir. Qiyamətə qədər də su kəsilmir. Bu da Allahın qüdrəti. Sonra Allah nə elədi? Hacər xanımın o hərəkətini addım atıb da Səfa, Mərva, Səfa, Mərva. Nə üçün su? Allah onu gətirdi, həccin əməllərin içində müsəlmanlara vacib eləyib. Vacib eləyib bu əməli. Ki, Səfadan başla, Mərvadan qutar. Sünnəti ilahidir mənim əzizlərim. Fəlsəfəsi var. Amma İmam Hüseyin əleyhissalamın ətrafı su idi. Ömər Səd nə dedi? Dedi, and olsun Allaha, çölün quşlarına, heyvanlarına su verərik. Biz əhl-i beyt, Peyğəmbər əhl-i beytini susuz öldürəcəyik. Mübah bildilər Hüseyin ibn Əliyə. Bunlar bu qədər əhl-i beytə düşmən olurlar. Allah onlara
onların tərəfdarlarına dünya və axirət lənət eləsin. İmam Hüseyin əleyhissalamın məzlumiyyətini yad edənləri Allah yerin göyün bəlasından hifz eləsin. Bayram günüdür, ab-havanı dəyişmək istəmirəm, amma macara bizi bura aparır da. İmam çıxır Kəbədən, sən gedirsən Kəbəyə. Nətər başa düşək bunu bilmir. Çətindir. Ya Əbu Abdillah, ruhun şad olsun. Bəli, Həzrəti Əmir əl-Müminin də deyir, ən gözəl bayram odur ki, insan təqvalı olsun və vəiddən, əmindən, vəiddən qorxsun, təqva saxlasın. Bir bayram odur ki, insan təzə paltar geysin, bayram odur ki, mən əminə minəl vəid, cəhənnəm atəşindən, vəiddən amanda qalsın. Bəli, təqvalı olsa, düşünsə, o gün onun üçün bayramdır. Amma burada qurban kəsirsən, 2 gündən sonra əl və rumka götürürsən, ona küsün, onun heç bir faydası da yoxdur. O şuar olan bir məsələlərdir. Aydın oldu əslən, qurban başqa şeydir, xidmət başqa şeydir, yaxşılıq başqa şeydir. Allah'ın verə göz izzəti cəlalına Allah bütün ibadətlərimizi azza da olsa hamımızdan qəbul eləsin inşallah. Bu qurbandan təslimiyyət məsələsi önəmlidir, fədakarlıqdır. Allah bizi fədakar qullarından, onun əmirlərinə Həzrəti İsmail Peyğəmbər kimi tabi olmağı, İmam-ı Zamana bu cür tabi olmağı, itaat eyləməyi Allah bizləri bu işdə müvəffəq eyləsin inşallah. Bir göz qırpımı olsun belə bizləri özündən, dəyərlərindən ayrı salmasın inşallah. Qarşıda Qədirxum bayramı gəlir, müqəddəs bayram gəlir, Eydullahul Əkbər gəlir. Pərverdigara Qədirxum bayramının mahiyyətini bizləri bu işdə müvəffəq və mənsur eylə ginən. Qədirxum hadisələrin bütün məsələlərinə, ayələrinə bizi iman gətirənlərdən və bizi bu yollarda müvəffəq-i mənsur eylə ginən. Qədirxum hadisəsindən sonra Zilhiccənin 24-ü mübahilə ayəsidir. Ali İmran surəsinin 61-ci ayəsi gəlib. Xristiyanlarla, Nəcran xristiyanlarla Peyğəmbərin söhbəti, Allah amanında. O məsələ gəlir. Xristiyan xristiyanlığıyla Peyğəmbər, Ali Peyğəmbərə ehtiram elədi. Amma Peyğəmbərin yanında olan ümmət, Peyğəmbər və Ali Peyğəmbəri aradan götürdü, sildilər zahirən. Aydın oldu, müqayisə fərqə baxın, fərqə baxın. Ondan sonra İnsan surəsinin nazil olunan günüdür, Zilhiccənin 27-sinə təsadüf eləyir. Pərverdigara səni and verən bu əzəmətli günlərə xatir bizi Əhl-i Beyti İsmət-i Kubradan ayrı salma ginən. Bu cəmdən olan bütün xidmətləri, kəsdikləri, qurbanları ali dərəcədə qəbul eylə ginən. Pərverdigara təqvanın, bizi təqvalı insanlardan, təqvanın mahiyyətindən, hikmətindən bizləri ayrı salma ginən. Necə ki bir Peyğəmbərin oğlu Həzrəti Adəm Peyğəmbərin oğlu Habillə Qabil, Habildən qurbanın qəbul elədin, Qabildən qəbul eyləmədin. Yenə niyyətdə ixlas və təqva idi. Pərverdigara bizim niyyətlərimizi ixlaslı halda bizdən qəbul eylə. Qusurlarımızı, səhvlərimizi özümü deyirəm, bugünkü günə xatir bizlərə güzəşt eylə. Allah bu bərəkətli günə xatir nə qədər xəstələrimiz var, hamılarına şifayı, acil mərhəmət əta eylə. Övladı olmayan əzizlərimiz var, dostlarımız var, onlara gözəl, salih övladlar əta eylə. Çətinlikdə olan əzizlərimiz var, Allah fərəc qapılarını inayət eylə. Borcu olan əzizlərimiz var, Allah haqqı boynumuzda olan dostlarımız var, bozları var, işlərlə bağlı, Allah onların sıxıntılarını, müşküllərini həll eylə ginən. Heç mərdləri namərdlər qapısında sındırma ginən. Allahın Peyğəmbər, Ali Peyğəmbərə xatir, həyatda nə qədər gözəl insanlar var, dəyərli, ağıllı insanlar var, bizləri də onların cərgəsində müvəffəq eylə ginən. Allahın balalarımız, gənclərimizi, əzizlərimizi müvəffəq və mənsur eylə ginən. Elimizi, ovamızı salamət eylə ginən. Bu dəyərlər uğrunda, vətən uğrunda, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizi qəriq-u rəhmət eylə ginən. Şəhidlərimizin ailələrinə, balalarına, yaxınlarına Pərverdigara səbr-i cəmil, əcr-i cəzil inayət eylə ginən. Allahım, əskər balalarımız var, qardaşlarımız var, dostlarımız var, zabitlərimiz, əzizlərimiz, düşmənin gülləsindən, hiləsindən, planlarından hifzi məhvuz eylə ginən. Allahım, canlı şəhidlərimiz, qazilərimiz şifayı, acillər əta eylə ginən. Rəbbim, əsirli
içində olanlarımızı özün azad eylə ginən. Ağa imamımız zamanımızı səlamət və zuhurun təcil eylə ginən. Onun sayəsində sizlərlə baxan bütün gözəl dəyərli insanlarımızı, valideynlərimizi, böyüklərimizi, əzizlərimizi səlamət, müvəffəq və mənsur eylə ginən. Sizin də qəlbinizdə nə hacətlər var bu əzəmətli günə xatir, bu müqəddəs günə xatir, biri-birindən gözəl dəqiqələrdə anlardı. Müqəddəs saatlara xatir Rəbbimiz sizin də dualarınızı haqqınızda qəbul-i müstəcab eyləsin inşallah. Əstəğfirullah li və ləkum və sallallahu ala Muhammedin və alihi tahirin. Allahümmə salli ala Muhammed və ali Muhammed.